Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bugün maraqlı açıqlama verib. O bildirib ki, bəzi ödənişli əsaslarla təhsil alan tələbələr dövlət sifarişi üzrə təhsillərini davam etdirəcəklər. Yaxın günlərdə bakalavr səviyyəsi üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcəklər. Məleykə Abbaszadə bildirib ki, bu Elm və Təhsil Naziri ilə birgə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq. Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir. Ödənişli təhsil alanların sayı kifayət qədərdir. Maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir deyə Məleykə Abbaszadə vurğulayıb. Onun sözlərinə görə sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır. Dövlət İmtahan Mərkəzinin sədri həmçinin qeyd edib ki, bu il 804 nəfər magistratura səviyyəsi üzrə ödənişli təhsildən ödənişsiz təhsilə keçib. Məleykə Abbaszadə hələlik kimlərin ödənişlidən pulsuz təhsilə keçəcəyini açıqlamayıb. Yəni, özünün də dediyi kimi, bu məsələ Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə olunandan sonra yəqin ki, ictimaiyyətə məlumat veriləcək və bundan da tələbələr yararlanacaqlar.